Ümmülbənin Paris günləri. Ümid yerinə gəliş. Orient Express var gücü ilə oraya, ümid yerinə tərəf şütüyirdi. O, qulaq batırıcı bir uğultu ilə irəliləyir, üzəri ilə bir yoldan o birisinə keçərkən xam at kimi atılıb düşürdü. Qatar özünün cingiltili dəmir dili ilə mənə xilasın və xoşbəxtliyin yaxınlaşdığını elan edirdi. O məni 4 illik inqilab dövründən bəri dağılmış bir dünyanın xarabaları arasında ümid işığına dönmüş bir diyara aparırdı. Hələ 4 il əvvəl Qafqaz azad ikən qohumlarımın bir hissəsi buraya gəlmiş, mən isə müstəqil Azərbaycan Respublikasının naziri olan atamla orada qalmışdım. Sonra isə Ruslar Qafqazı yenidən zəbt etdilər. Atam varlı olduğuna görə həbs olundu. Mən 15 yaşında məcburən ərə getməli oldum. Bu dəhşətli illərin ən ümidsiz çağlarında elə xəyallarda özümə sığınacaq tapır, ağlasığmaz, böyük xoşbəxtliklər, uğurlar, qələbələr haqda fikirləşirdim. İnsan həyatının həlledici dəqiqələrinin nə demək olduğunu axır ki duydum. Həmin dəqiqələr məni cənnətin qapısına tərəf çəkib aparırdı. Həyəcandan bütün bədənim keyləşmiş, boğazım qurumuş, ürəyim isə canımın bütün hikkəsi ilə döyünürdü. Pəncərədən çöldə qaynayıb daşan həyata baxır, həyəcandan özümü itirdiyimə görə şəhər ətrafının tör töküntülərini də sedə bilmirdim. Mən ancaq öz xəyallarımı görə bilirdim. Daim arzuladığım uğur və qələbələri vaxtındaca ələ keçirəcək və onları daha heç vaxt əldən verməyəcəkdim. Ən böyük qələbə isə artıq mənimlə idi. Ümid yerinə gəlmişdim. O mənimlə yenidən görüşmək arzusunda da olsa, mən onu daha görmək istəmirdim. O da mənim kimi qurbanlıq idi. Bizi əzərək irəliləyən tarixin qurbanı idi. Lyon vağzalının qübbəsi qatarı öz qanadı altına alır və öz kölgəsində gizlədir. Sürət azalır, lap yavaşayır və nəhayət qatar dayanır. Az qala ürəyim də dayanır. Elə bil son nəfəsimi verirəm. Yox, ölmürəm. Əsə-əsə, səndələyə-səndələyə səkiyə düşürəm. Ayaq üstə qala bilmirəm və nəhayət göz yaşlarım arxasından özümünkiləri sezə bilirəm. Onlar 4 nəfərdir. Mənim gözəl ögey anam Əminə, bacılarım Züleyxa və Məryəm, zəhləm getmiş yeznəm. Mən bir-bir onların boynuna sarılır, gülürdüm. Elə bir saadətə qovuşmuşdum ki, heç ölüm də məni bu saadətdən ayıra bilməzdi. Amma mən ölmədim. Göz yaşlarım qurudu. Hamı deyib gülməyə başladı. Üstümə suallar yağdı. Ancaq mən yarımçıq cavablar verirdim. Bir anlıq kövrəldiyimə görə də tezcə peşman oldum. Çünki bizim ailədə kövrəkliyə pis baxırdılar və bəzən də onun əvəzinə kobudluq edirdilər. Həm də ki, çox vaxt zarafatı qəddarlığa dönən məşhur yeznəm Şəmsi də burada idi. Onun yanında kövrək bir söhbətə başlamaq mümkün deyildi. O əlində nə isə oynada kinayə ilə məni süzürdü və hiss edirdim ki, acı dilini işə salmağa hazırlaşır. Türk qadınları kimi başıma bağladığım çalma, İstanbulda aldığım ucuz kostyum, kəndli sayaq yerişim və davranışım onu qıcıqlandırırdı. Nəhayət, əli ilə mənim iri, dolğun yampızlarımı göstərib kinayə ilə güldü və mənim
günahkar kimi sıxıldığımı görəndə dilləndi. Canım üçün onu bu vəziyyətdə Kənd və Tərəqqi adlı bir pantomimo tamaşasında oynatmaq olar. Parisə çarşabla gəlib. Qaşları Qafqaz arabaçıların qaşlarına oxşayır. Əynindəki Daşkənd kostyumudur. Hələ paltarın içi, bu iri əndam isə ancaq Abdul Həmidin hərəmxanasına yarayar. Yox, onu buradan aparmaq üçün araba tapmaq lazımdır. Əmini ilə bacılarım ona acıqlanıb məndən əl çəkməsini xahiş etsələr də, o dili boğaza qoymurdu. Mən pərtliyimi bürüzə vermədən gülümsəyirdim. Əslində, elə ürəkdən gülümsəyirdim. Çünki həyat gözəl idi. Və mən ömrümün elə şirin bir anını yaşayırdım ki, onun tamını ən acı sözlər də korlaya bilməzdi. Mən vağzaldakı get-gəldən, səs-küydən, həyəcandan, indiki xoşbəxtliyimin və illik əzabdan sonraki xilasın sevincindən keyləşmişdim. Mənə elə gəlirdi ki, qaranlıq, qorxulu kölgələrlə dolu bir zirzəmidən xilas olub, günəşə qərq olmuş çəmənliyə çıxmışam. Amma elə buradaca mənim yazıçılıq azarım üzə çıxırdı. Və mən həyəcan içində olmağıma baxmayaraq, bacılarımın bərbəzəyinə də göz qoymağa imkan tapmışdım. Həmişə rəssamlıq həvəsində olan Züleyxa ciddi yaradıcılıq işi görmüşdü və üzünün bəzəyində bütün rənglərdən istifadə etməyə çalışmışdı. Ona nisbətən bəzəksiz görünən Məryəmin isə uzun kirpikləri rəng yükündən qar altda qalmış küknar budaqları kimi sallanmış, yanaqları və dodaqlarının qırmızısı göz qamaşdırırdı. Bu zövqsüz bəzəkləri mən görür, yaddaşıma həkk edir. Amma onlara bir söz demirdim. Züleyxanın geyimində də öz sənətinə sadiqliyi duyulurdu. Dipçiyə oxşayan papağı gözünün üstünə düşmüş, iri sıraları çiyinlərinə çatırdı. Boynuna saldığı muncuğun rəngləri göz qamaşdırırdı. Onun bağladığı bəzəkli kəmər isə belində deyil, umbasının üstündə qərar tutmuşdu. Çünki dəb beli idi. Bu əlvan geyimdəki bacımın özündə də həyat qaynayırdı. Biz iri, qırmızı bir taksiyə yükləndik. Maşın elə iri idi ki, ona minərkən 2 qat əyilməyə ehtiyac olmadı və oturacaqda özümü quyuya düşmüş kimi sanmadım. Tək bir çamadandan ibarət olan yükümü isə sürücünün yanına qoymuşdular. Beləliklə, mənim böyük macəram başladı.